Amerika Birləşmiş Ştatları və İran arasında elan olunmuş atəşkəsin bitməsinə cəmi bir neçə gün qalır. Tərəflər hələ ki susurlar, lakin hamı anlayır ki, bu sakitliyin ömrü uzun olmayacaq. Diplomatik kanallarda qızğın müzakirələr getsə də tərəflər qarşılıqlı təsir rıçaqlarını əlində saxlayır. Hadisələrin gedişatını təqdim edirik. ABŞ ilə İran arasında atəşkəs davam etsə də, Hörmüz ətrafında gərginlik səngimir. Birləşmiş Ştatların mühasirəyə almağı hədəflədiyi boğaz dünya enerji daşımalarında 20-25% paya sahibdir. Yaranan çətinlik alternativ marşrutları gündəmə gətirir. Ekspertlərə görə Süveyş kanalı və Qırmızı dəniz Hörmüz boğazına alternativ ola bilər. Lakin həmin ərazidə İranın dəstəklədiyi Yəməndəki Husi qüvvələri olduğundan bu qlobal enerji bazarı üçün təhlükəsiz marşrut sayıla bilməz. Hörmüz boğazındakı maneənin bir çox mümkün nəticələri var. Bəziləri qısa müddətli, bəziləri isə uzun müddətlidir. Təbii ki, qısa müddətli olanlar onların qlobal bazarlara, xüsusən də neft qiymətlərinə və inflyasiya təzyiqinə təsiri ilə bağlıdır. Lakin uzun müddətli təsirlər məni daha çox narahat edən məsələlərdir. Bu ondan ibarətdir ki, əgər bu təsirlər digər boğucu nöqtələrlə birləşərsə, bu bütün təchizat zənciri üçün olduqca fəlakətli olacaq. Və burada bəzi siqnallar gəlir. Süveyş kanalına çıxışı olan Bəbülməndə boğazı təhlükəsiz deyil. Husilər İranı fəal şəkildə dəstəkləsələr, ticarət asanlıqla pozula bilər. Hörmüz boğazındakı maneələr daha çox neft daşımalarına təsir göstərir. Hazırda dünyada gündəlik 85-105 milyon barel neft hasil olunur. ABŞ, Səudiyyə Ərəbistanı, Rusiya, Kanada və İraq dünyada ən çox neft hasil edən ölkələr hesab olunur. Çin, ABŞ, Hindistan, Yaponiya və Cənubi Koreya isə ən çox neft idxal edən dövlətlərdir. Boğazdakı maneələr ən çox Çin, Hindistan və Körfəz ölkələrinə mənfi təsir göstərir. Qazanclı çıxanlar isə Hörmüz boğazından istifadə etməyən dövlətlərdir. Enerji qiymətlərinin artımı onların gəlirlərini də yüksəldir. Xüsusilə də Rusiyanın. Rusiya üçün təbii ki, bir ay müddətinə demək, Amerika Birləşmiş Ştatlarının sanksiyalarından aradan götürülməsi bu müsbət hal idi. Onun faktiki olaraq 20% ucuzuna satdığı neftin qiyməti daha da artdı və bazarda hansı qiymətə təklif edilir, ona yaxınlaşdı. Hörmüz boğazındakı maneələr və neftin bahalaşması Azərbaycan üçün müəyyən imkanlar yaratmışdı. Lakin ötən ay OPEC Plus üzrə kvotadadan 94 min barel az neft ixrac olunub. Təşkilatın aylıq hesabatına əsasən bu ilin birinci rübündə Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 457 min barel olub. Lakin hazırki xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan kimi ölkə baxmayaraq ki, qiymətlər artıb, ancaq son açıqlanan statistikadan biz onu gördük ki, hasilatın birinci rüb ərzində 300 min ton azalması Azərbaycana iqtisadi dividendləri gözləndiyi kimi gətirmədi. Və nəticə etibarilə Azərbaycan iqtisadiyyatı artım yox, kiçik də olsa enmə ilə müşahidə edildi. Ekspertlərə görə hazırki şərait əslində vəziyyətdən qazanclı çıxan ölkələr üçün də müsbət nəsə vəd etmir. Enerji bazarındakı qeyri-sabitlik, yük daşımalarda və marşrutlarda problemlər qlobal iqtisadi böhran riski yaradır. Eyni zamanda nəqliyyat xərclərinin artması və ticarətin zəifləməsi hər bir ölkə üçün yüksək inflyasiya deməkdir.